Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Karşınızda bir tane jackpotdan çıkmışıq. Deməli nədir? Bazar qiymətindən qat aşağı, çox ucuz qiymətə, 1 kilometre suyun qiymətinə təxmini belə demək olarsa. Deməli 7 sot torpağı olan qəşəng evimiz var. Sağlam tikilmiş evdir. İlk öncə həyatı göstərək inşallah. Bunu qeyd eləmək istəyirəm ki, bütün kommunal sistemlərə təchiz olmuş bir yerdir. Düz liseyin arxasında. Mən küçənin adını insan heç kim bilməyəcək. Hamı yazacaq ki, hansı küçədir. Qısa konkret liseyin düz arxasında magazinlərə, məktəbə, hər yerə ideal yaxın bir yerdir. Ya zəhmət olmasa deməli, əslində baxın, belə qəşəng meyvə ağacları da var. Bir tezgah qardaş zəhmət olmasa. Baxın. Arxasında belə qəşəng geniş bağa bağçasıdadır. 10 dənə salon var, 4 dənə mürəbbə. Baxın. Qəşəng qoyulur. Baxın belə. Bura qardaş göstər. Baxın, bura qocalar demişkən casparıdır. Buradan bu tərəf nə varsa həyətində daş torpağına qədər sənindir qardaş. Göstər belə, bax buraları göstər. Ev, bəli, fövqəladən tikdiyi evdir, amma demək olar ki, mənə görə mən çox evlərə gedirəm. Balakəndə ən möhkəm tikilmiş evlərdən biridir. Keçən indi inşallah evin içərisində. Gəl qardaş, zəhmət olmasa. Burada gülü çiçəyi də var, bağa bağçası var, balaca. Gəl qardaş, zəhmət olmasa bax. Ev, qəşəng, fazbalıdır qardaş, bax. Ev torpağından çox hündürdür, bax. Azıca var. Qəşəng mürəbbəsi zadı tutması, hər bir şey, bunlar verilmir. İstəyən özü salar. Deməli, gedək inşallah evin içərisində qardaş, gəlin zəhmət olmasa. Bax, qəşəng girişində dəmir qardalarbalıq, hər bir şey bizə lazımdır. Yerdən 7 pilləkən yuxarı, hündür, sağlam tikilmiş evdir qardaş. Videonu dayandır, oğlum bitirəcəm. Çox cüzi, elə belə yalandan evə xərc lazımdır. İdeal yox, yalandan cüzi xərc lazımdır. De qardaş, girişində qəşəng belə bir dənə plaşatkası. Baxın, qəşəng dənə balkon zadı necə lazımdır. Burası sanitar qovşağıdır, baxın. Yəni hamam üçün atılmış bir yerdir, göstər. Ay sağ ol. Gəl qardaş. Girişində qəşəng belə bir dənə geniş dəmir darvazası. Gəl inşallah. Evdə heç kim yaşamasa belə, biz ayaqqabıyı çıxartmalıyıq qardaş, ayıbdır olmaz. Deməli, baxın, girişində opşik fırra oyan bir yan hayır qardaş. Girişində qəşəng bir dənə belə böyük dəhlizi, ay maşallah, baxın, böyük dəhliz, yəni nə dəhliz, koridoru. Deməli, burada, gəl qardaş, mətbəx üçün nəzarət olmuş bir yerdir, qaz, su, işıq, internet, hər bir şey var, fırra. Burada nə görünürsə, hər bir şey qalacaq. 41-ci ildən qalmış trovka, o da qalacaq. Gəl fırra bir dənə belə çıx qardaş, bax. Yəni, Balakəndə ən möhkəm tikilmiş evlərdən biridir bu. Gəl zəhmət olmasa. Plus bunun tavanında deyirlər çorlu, hər bir şey onun necə lazımdır. Burada solda bir dənə belə otaq. Bax. Qiyməti qeyd edəcəm, xahiş edirəm, axıra qədər baxın ki, qiymətə xəbərin olsun. Bax, bir dənə belə powerot alın, razılıq eləyən. Bax, qəşəng, bax. Ağır qapılar, kapron zad deyil ha, gəl. Deməli, biliyoruz. Həmçinin, qardaşlar, burada da geniş otaq. Evin içində nə varsa hər şey qalacaq. Hər bir şey qalacaq necə lazımdır. Bu bahalı Avropa şifanelləri zaten hər şey, baxın. Hər şey qalacaq, gəl qardaş. Gəl, tezləşdirək inşallah. Burada da həmçinin bir dənə otaq. Oturma otağı deyirlər. Baxın, belə göstərim. Çox qəşəng, geniş. Burada ki, məsəl üçün, yenə gələcəkdə, məsəl üçün, hamam kimi yenə istifadə edə bilərsiniz və ya qardirob kimi və ya nə bilim, kaptörka kimi istifadə edə bilərsiniz. Deməli, qardaşlar, 7 sot torpaqla bir yerdə buranın qiyməti cəmi 56 minə təklif olunur. 56 minə qutu kimi ev. Təklə buranın torpağının sotunu biz, prastoyu elə biz 6 mindən vursaq, gör nə qədər bir qiymət edir. Təklə torpaqların bir sotu 5-6 mindir. Onu da nəzərə alaq. Qazı, suyu, işığı, internet hər bir şeydə mövcuddur. 56 minə təklif olunur. Təbii ki, qiymətdə reallıq olsa, qardaşınız Allahın izni ilə qiymətdə yaxşı indirim eləyəcək. Səhvdə nömrəmiz qeyd olunub. 7-24 saat yaza, zəng eləyə, WhatsAppdan nə bilim, smile ata bilərsiniz. Allah malazam mülkünüzə bərəkət versin. Esselamu Aleyküm.